əzizlərim. Oğlaq bürcü ilə davam edirik. 22-28 dekabr həftəsi Oğlaq bürcündən olanları nə gözləyir? Kartlar narahatdır. Oğlaq bürcü. Xəyallarınız var. Nəsə bir arzu istəyiniz var. Amma bu arzu istək olmur və yaxud da istədiyiniz kimi reallaşmır deyənə üsyan edirsiniz. Biraz agresiya var. Amma agresiv olmağa dəyməz. Çünki uğurla alınacaq. Nəticə olaraq yaxşı alınacaq. Yeni bir yol mu getmək istəyirsiniz? Yeni bir iş mi qurmaq istəyirsiniz? Amma bu iş qərarsız qalmışsınız. İkiləmlərin içindəsiniz. Bu işi qurum mu, qurmayım mı deyə. Amma təcrübələrinizdən yararlana bilərsiniz. Çünki bu iş ki ağlınızda var, qurmaq istəyirsiniz, o uğurlu alınacaq. Yəni ki, mümkün olan bir işdir. Səhhətinizlə bağlı, əgər bir probleminiz varsa, sağalma dönəmindəsiniz, sizin üçün uğurlu gəlir. Bu an hər hansısa bir hadisə ilə, bir işlə bağlı nələrsə etmək istəyirsinizsə, artıq an bu an addım atmaq istəyirsiniz, başlamaq istəyirsiniz. İstəyirsiniz ki, tam bütöv halda onu görəsiniz. Öz yolunuzla getmək istəyirsiniz. Mane olanları, yəni ki, fikir verməmək, artıq heç bir şeyi eşitmək belə istəmirsiniz. Qısqanclıq hissləriniz bu həftə. Çünki öz hissləriniz sizi, daxili səsinizə, öz hisslərinizə güvənin. Özünüzü sevgi məsələlərində yorulmuş hiss edirsiniz. Tamamlanmaq, bütövlənmək istəyirsiniz. Görək, kartlar bizə sevgi mesajları nə verir? Nə mesajlar verir? Bu həftə oğlaqlar çox narahatdırlar. Çox çətin qarşınıza əngəllər çıxır sevgi münasibətlərində. Ola bilsin ki, qarşı tərəfindən anlaşılmazlıq yaşaya bilərsiniz. Bəzi məsələlər qarşınıza çıxa bilər ki, həlli biraz zaman ala biləcək. Bu sizdə narahatlıq yaradır. Gözləmə mövqeyində olmaq istəmirsiniz. İstəyirsiniz ki, nə olacaqsa aniden, yəni ki, bu an olsun, niyə mən gözləməliyəm deyə sorğular verirsiniz özünüzə. Amma ümidi kəsmək olmaz. Çətinlikdən sonra işıqlı, aydınlı günlər gəlir. Yenilik qabağı hər şeyin daha asanlıqla olmağını diləyirəm.